Mən yavaş-yavaş 50-yə gedirəm, özüm də inanmıram hələ. Hələ də deyirəm ki, mənim 50 yaşım ola bilməz. Elə bilirəm ki, elə dünənin uşağıyam, elə dünənin də uşağıyam. Hamımız dünənin uşağıyıq. Yenə deyirəm, həmişə mən deyirdim, indi get-gedə daha əmin oluram ki, sən demə, yaş boş söz imiş, nisbə anlayışıymış. 18 yaşlı uşaqlar bizə baxır, deyir, yaşlı kişidir. Vallahi dünən sənin kimi qaçırdım küçədə məni də. Sən demə, insan ruhən qocalmırmış, elə həmin adam. Ona görə 70 yaşlı adam deyir ki, mən nə yaşadım ki? İndi başa düşürəm, əvvəl başa düşürəm. Doğrudan da nə yaşadı ki, nədir ki, 70 il nədir? Heç bir şey deyil. 50, 60, 70 yaşı var, hələ də arzuları kiçik-kiçik, xırda-xırdadır. Bəzi ağsaqqaldır ki, danışır, adam utanır ki, bunun arzusuna var. Nələr fikirləşir. Hələ də nələrin həsrətini çəkir. Bir şeyləri vaxtında eləyib, indi eləyənmir onların həsrətini çəkir. 70 yaşında, 80 yaşında. Həqiqətən də bu həyatın reallıqlarıdır.